çoxlu tamaşaçılar şayad özləri ya famildə, xanavadalarında hətmən olubdur ki, bu körpə uşaqları təzə ki dünyaya gəlir. Neçə gün bəd azın ki dünyaya gəldi, mütəvəccüh olurlar ki, gözləri başlayır saralmağa, ya dərisi sarılaşır və o təbii ağ rəngdə ki, o təbii dərinin rəngi yavaş-yavaş çönür sarıya tərəf. Hala bu sarı rəng nə mənədir və hardan gəlir? Biz tozih verim, başlayım ki, mən bu sarı tozu bədəndə bir dənə rəngdanə var qanda ki, adı bilirubindir. Bəli. Bu bilirubin vaxtı gəlir dərinin altında, ya gözün o dərisinin altında, ağının altında təcəmmü tapır. Toplaşır orada. Yavaş-yavaş bu aram-aram görürük ki, bu rəng təbii halətindən, normal vəziyyətindən dönür. Bəli. Rəngin qalib edir və bais olur ki, o dərinin rəngi o təbii rəngidən çönsün sarı təhrim bir rəngə. Xoş, bu bilirubin nə mənədən icad olur? Bilirubin hemoglobindən təciyə olur. Hemoglobin nə mənədir? Hemoglobin də qırmızı selullar var qanda. Bəli, hüceyrələr, qanın qırmızı hüceyrələri, bəli. Bunlar təciyə olanda bilirubin icad olur. Qan selulları təciyə olur, bilirubin təşkil verir. Bu bilirubin qanda gəlir, gərdiş edir və təbii halətdə bir dənə albumin maddəsi vardır ki, gəlir bu bilirubinə vəsl olur. Bu bilirubin ki, özü qanda vardır, bu bir haləti vardır ki, eləyənməz dəf olsun bədəndə. Çünki suda həll olmaz, çərbidə həll olur, yağda həll olur bu məhluldur. Bu albumin gəlir yapışır bu bilirubinə, gətirir ciyərə, qaraciyərə. Qaraciyərdə bunu 2 dənə qlukoz molekulu vəsl olur buna və bais olur ki, bu məhlul şəklə düşsün və bədən eləyə bilsin səfqa təriqi ilə bu bilirubini dəf eləsin sistemə quvvarış sisteminə və o təriqlə dəf olsun. Hala biz kiçik uşaqlarda ki, təzə dünyaya gəlirlər, kəbid o qədər təkamül tapmayıb ki, bu işi rahat əncam. Qaraciyər. Bu qaraciyər bu işi kamil əncam verəməyəndə və o təkamülə yetişməyəndə, o öz tərəfdən də bizim uşaqların, körpə uşaqların selulları çox tərəz təbii, yəni o nisbətləri çox yuxarı tərdir ta böyüklərə nisbət. Və o bais olur ki, həm toledi getsin yuxarı, həm təciyyəsi azalsın, yəni eləyənməsin bədən onu dəf eləsin. Bu qanda miqdarı gedir yuxarı və həzm sistemi vasitəsilə bədəndən bayıra tullanmayanda bu bais gəlir olur ki, qanda qılzatı getsin yuxarı və nə qədər qılzat getdi yuxarı, rusubi çoxalır. Rusubi eləyir dərinin altında. Çökür, bəli, dərinin altında. Bu sarılığı biz şahid oluruq.